xatirə. Bax, sən özün də deyirsən ki, mən təlimdə olmuşam 10 saat, ancaq düz yolu sürmüşüm deyən, döngə falan öyrədilməyib, izah olunmayıb. Səndən qabaqki tələbədə də eyni sıxıntıydı, eyni problemdir. Adam düz yolu sürür, döngələri dönə bilmir. Düz yolda maşını avtopilota qoyursan, maşın özü gedir. Ona nə sən lazımsan, nə mən. Amma döngələr üçün hissiyat olmalıdır. Yəni, sənin hissiyatın formalaşmalıdır. Hissiyat da formalaşana qədər sənə raşot lazımdır. Mən bunu sənə sadəcə olaraq göstərirəm ki, elimdən kənar heç nə yoxdur. Misal üçün, bax, indi biz burada sağdakı ağacları görsən qızım, bax buradan. Buradan sağa dönməliyik, bax sağa. Sonra sola dönməliyik, elə dönməliyik ki, böyrümüz ağaclara, burnu maşına dəyməsin. Yaxşı, sonra oradan düz gedəndən sonra sola dönməliyik, orada da böyrümüz ağaca, maşının burnu setqəyə dəyməsin. Yaxşı, bunun üçün artıq, necə deyim, gözə yarı, bəxtə xuda, hissiyat məsələsi keçərli deyil. Düşün ki, bax, oradan o tərəfə yol bağlıdır. Tək çıxış yolun budur, tək. Bu vəziyyətdən çıxmağı bacarmalısın. Sən hamınıza bu qədərini öyrənməlisiniz, bu qədəri öyrədilməlidir. Amma çoxunuz ya əziyyət çəkmək istəmirsiniz, ya da kiminsə səndən getmir də söhbət. Kiminsə nağıllarına inanıb deyirsiniz ki, yox müəllim, bura mən düz yolu istəyirəm. Düz yolu öyrədən təlimçilər en qədərdir. Amma o düz yolda sürüb, düz yolda yanlış vərdişlər formalaşandan sonra gəlib bunları öyrənmək adamın ağırına gəlir qızım. Elə bilsən, pulla girmişsən universitetə, 4-cü kursda sistem dəyişib, məlum olub ki, sənin universitetə girəsi savadın yoxdur, təzdən səni gətiriblər, 1-ci sinifə qoyurlar ki, buyur, 1-ci sinif şagirdlərlə oxu. Necə olarsan? Bax, adama elə bir təsir bağışlayır. Deməli, bax indi, buradan mən bilirəm nə vaxt dönəsiyəm. Son maniyəmə baxıram, son maniyəm bu yox, bu bir ağacdır, bax, bu ağac. Güzgüm bu ağacla bir olanda dönürəm. Niyə güzgüm? Çünki bu mənim sizlərə verdiyim dar döngə raşotudur, dar döngə hesablanmasıdır. Və sükanı axıra qədər çevirirəm sağa. Bax. Bu oldu, deməli bizim dar döngəmiz düzür. Böyrümüz ora dəymədi ki, qızım, dəymədi də. Bax bura, burnumuz buna dəymədi ki, dəymədi də. Bax. Buna da dəymədi. Amma əgər göstərirəm sənə, bunu mən belə sükan arxasınayım da, mən bir balaca geciksəydim, maşının burnunu vuracaqdım o bardıra. Və yaxud da tələssəydim, böyrümü vuracaqdım, bax sağdakı. İndidən dönmüş olsaydım, böyrümü vuracaqdım, bax o ağaca. Bunun raşotu var, hesablanması var. Bunu demək istəyirəm sənə. Bax, indi buradan döndüm sağa. İndi istəyirəm ki, buradan sola dönəm mən. Bax, bu maşınla bunun arasından. Buradan yəni. Nə vaxt dönüm ki, mən böyrümü bu ağaca vurmuyum, maşının burnunu da o maşına vurmuyum. Bunun da öz raşotu var, qızım. Yəni, bunu mən sənə, bu sənin ilk dərsindir, ilk qarşılaşmamızdır. Mən sənə bunu qəliz gəlsin, qorxasan deyə demirəm. Sadəcə olaraq sənə göstərirəm ki, mümkünsüz görünən şeylər, bir çox şeylər əslində mümkündür. Amma mümkün eləməyimiz üçün də savadımız olmalıdır. İndi, bax, buradan dönməliyəm sola, düzdür. Burada da son maniyəm nədir mənim? Bax, bu ağac, düzdür. Bu ağacla da böyür məsafəm nə qədər idi? 1 metr var idi. Elə bu da dar döngə hesablaması idi. Deməli, maşının güzgüsü çatanda döndüm. Aha, dönürəm. Baxıram, bax bu güzgüyə. Buradan maşınımın, bir balaca, bax orada bardür var deyə. Hiss elədin mi? Ki, maşının təkəri düşdü. Necə bu? Böyrüm, bax, bura dəymədi də, düzdür qızım. Buna diqqət eləmək lazımdır ki, böyrümüz ona dəyməsin. Maşınımızın burnu da oradakı maşına dəymədi, düzdür? Bax, güzgüsünə bax. Aha, toxunmadıq ki, qızım, keçdik də. İndi buradan sola dönməliyəm. Düzdür? Mən buradan da eyni sistem.
Raşot bilməsən, tez dönsən, maşının böyrünü vuracam bu ağaca. Bura dəyməmək üçün gec dönsən, maşının burnunu vuracam. Bax, oradakı o setkaya da indi hasara. Bax, burada da güzgümüz çatdı. Dönürük sola, axıra qədər. Baxırıq böyrümüzə. Necə görək bunu güzgüdən? Hə. Böyrümüz buna dəymədi ki, qızım. Burnu necə? Buna dəymədi ki. Mənim demək istədiyim sənə budur. İndi bəlkə də sən və yaxud da bir başqa videonu görən, izləyənlər deyəcək, aşkı, sən təlimçisən də 40 ilin bu 40 ilin şoförü olmaq məsələsi deyil. Əgər bəli, sən 2 üstə gəl, 2 qızım 4 eləyir. İstəyirsən 2-ni rus dilində 2-nin üstünə gəl, istəyirsən alman dilində, istəyirsən Çin dilində, nə bilim. Yetər ki, sən o 2-ni 2-nin üstünə gələ bil. Bax, bu raşotlar sizə verilməlidir. Bu raşotlardan tutunaraq siz ilkin, təzə-təzə, bu riyazi hesablamalar deyək də buna, maşın sürməlisiniz. Artıq sizin vərdişiniz formalaşandan sonra, hissiyatınız formalaşandan sonra, əksər yerlərdə raşota riayət eləməyəcəksiniz, gözə yarı hissiyatla dönəcəksiniz. Amma o kimi qəliz yerlərdə mənə belə raşot lazım idi. Mən belə orada, görsənmi, raşotsuz dönə bilməzdim. Anladın mı?